beraber Car Simulator 2'ye devam edirik. Və indi dostlar, dünənki bölümdə çox az bəyəni alıbdı deyə car parking atmadım. Demişdim ki, normalde sabahları car parking atacaqdım bu bölümdə, amma az iki bəyəni olduğu üçün atmadım. Çünki 20 bəyəni istəyirdim. Mən və 20 bəyəni atılmadığı üçün söyləmədim də car parking oynamırıq. Amma Car Simulator 2-də videolarınızı T5 eləmişəm. İndi ən birinci top speedinə baxacağıq və sonra isə driftinə baxacağıq. Sonra isə görevlər eləyərək baxaq görək nələr dəyişibdi. Biz stok halında qəşəng driftlər atırdıq. Top speedi də qəşəng idi, qəşəng görevlər də qəşəng idi də. Dostlar, mən həmişə video çəkəndə oyun donur bu şəkildə. Mən onda bundan sonra dostlar nə aradım bilirsiniz? Ancaq video çəkəndə yüksək ayarda oynayacağım. Baxın, video çəkəndə yüksək ayarda oynamalıyım deyil mi? Ultra ayarda oynayanda olmur. Neyse. İndi gedək ən birinci top speedimizə baxaq neçədir. Normal top speedi 314 idi. İndi neçədir? Kəsin 400-ə çıxar. Yəni mənim bir dənə Lamborghini'm var, Veneno. O 355 idi top speedi, 400 neçəyə çıxartmışdım hamısını T5 eləyəndə. İndi bu 314 idi. Baxaq görək nə qədər artıbdı. Məncə 400-ü görər. 400-ü görməzsə tay məndə nə deyim? Yəni belə bir maşının 400-ün görməsi lazımdır. Yəni, görməməsi şans əsər kimi bir şeydir. Bu arada yol çatmayacaq deyəsən nə görməyə? Tam 400. Tam 400. Qəşəng. O drifti mənim hoşuma gəlir. Hoppala zıppala. Kassa deyə. Hayda, öyrəşmişəm kassa deməyə. Araç, maşın taslağı, maşın kartı aldıq. 17 dənə toplamışıq. İndi dostlar, təbii ki, görev eləyərək eləməyəcəyik bütün günü. Video görəməyəm. Çaşdım. Yəni sadəcə top speedə baxmaqla, belə driftinə baxmaqla, sonra o nədir? Sonra isə görevləri eləməklə bitməyəcək. Maşın taslağı kartı toplamayacaq. Bir dənə qızıl var, belə pullar var bunlardan. Birinci şəhərdə. Onları da toplamaya çalışacağım. Oradakı istəyirəm ki, bütün altınlar bitsin. İndi ikinci şəhərdəki drift performansı baxıram. Məncə çox gözəldir. Məncə. Amma təbii ki, birinci şəhərdə çox çətin olurdu. Yəni birinci şəhər axı bəs dardı. Deyən hoppa. Nəysə, indi drifti bağlayaq. Yolumuza devam edək. Birinci şəhərə çatan kimi drifti açacağım və orada da etməyə başlayacağım. Hoppa. Burada görərik top speedi. Yox, görmür.
Zaten orada da az qalsın görəməyəcəkdik də. Nəysə. Hoppa. Qəşəng drifti var. Qəşəng drifti var. Bir saniyə, hə, düzgün alana gələk. Düzgün alana gəl. Oo, qəşəng drift atır. Qəşəng drift atır deyəcəydim. Yox, dostlar, bu şəhər, yəni birinci şəhərə gələndə iş, yəni çox çətinləşir. Amma bu çətinliyə rağmen belə qəşəng drift atması möcüzəvidir deyə məncə drifti də qəşəngdir. Əslində mən biraz top speeddə 400 yox, belə 410, 411 zat fikirləşirdim. Çıx. Yine çıxdı deyəcəkdim ki, indi də buraya yetişdi. Çıx. Haydi də. İlla mən yetişəcəm. İlla mən. Nəysə dostlar, indi birazcık görevlərə də başlayaq. Görevlərdəki performanslarına da baxaq. İndi stok halındakı performansı yaxşı gəlirdi. Yaxşı gəlirdi deyəndə, yəni yaxşı idi. İndi T5 halındakı performansı nətərdir? Ona baxmalıyıq. İndi dostlar, bunu diyeceğim. İndi kaç. Stok halına görə qəşəng gedir. Qəşəng sürətlə və yol tutuşun da qəşəngdir də, orada niyə heyli ilişdi? İlişməsəydi dostlar, normalda qəşəng gedirdi. Orada niyə ilişdi heyli? Hoppa. Nə? Çıxma, yoldan çıxma. Dostlar, mən bunu saymaram. Çünki orada nə gözəl gedərkən oyun nəsələrdi. Orada ilişdi, qaldı. Nəysə, əsas odur ki, görəvi tamamlaya bildik. Və yenə reklamlar gəldi. Hə, dostlar, bu idi. Hə. İndi bu polis testi önəmli idi. Polis testi deyirəm. Yəni polis görəvi önəmli idi. Hə, indi bir dənə daha görəv var dostlar. Bir dənə daha görəv var. Bizim çətinləşdiyimiz, eləyə bilənmədiyimiz görəv var idi. Bir dənə göstərəcəm. Hoppa. Bir dənə uçuş. Qəşəng. İki təkər da qaldırdı hazza. O görəvə də gedək. Haydi da polis getdi. Normal sürətli belə vura getmək istəyirəm. Məncə bu oyunda dostlar polislərin qaldırılması lazımdır. Bezdirir. Hara gedirsək polis çıxır, adam normal düzgün gedə bilmirik. Hoppa. Məncə qəşəng. Burada da belə. İndi buralardan da keçək. Hoppa. Bu məncə qazanarıq da. Yəni o qədər T5 elədim hər şeyini. Məncə qazanar. Yəni bizim Lamborghini'miz var, onunla belə eləyəməmişəm. Ya bundan eləyə bilər işte. Bu
Bu arada çətin gəlir. La! Oo. Nə? İyi bilənmədiyim gəldim. Nə oldu? Ay dada, bu reklamlardan da bezdim dostum. Gəldim. Ay dada, uçam. Devam edək yolumuza. Üce qızılları tapmağa başlayaq. Ay dada. Tutuqlanmaq da istəmirəm ki. Menü da çəkmək istəmirəm. Məcbur menü çəkməliyik də dostlar. Çünki menü çəkməsi maşınımız birdən belə tutuqlana bilər. Suya girsəm tutuqlandı sayır və çox pul istəyəcək və bu qədər modifiyə elədiyim üçün və bahalı da olduğu üçün, yəni 464.000 pul qiyməti var. Bəlkə bilmirəm neçə min qoyar, amma yəni də biz tutuqlandırmayaq. İndi dostlar, indi qızılları tapmaya başlayaq. Üstdən də qonşu remont eləyir, səs gəlir. Dostlar, rahat olmarsınız ki, valla mənim suçum deyil, qonşu suçudur. İndi birinci 37 dənə toplamışıq və 45 dənə var imiş. Və mən də 37-sini toplamışam. Və bu bölümdə öcə İşdim qaldım burada. Çıx datayı. Və biz də bunların hamısını tapmaya çalışaq. İndi açdım. Gedək, dümdüz gedək. Sola dönək. Burada bir yerdə bir dənə qızılın olması lazım idi. Baxaq görək. Burada qızıl var. Yoxdur. Bəs bu qızıllar hanı? Allah. Şükür girmədi. Hoppa. İndi dostlar, gedək başqa yerləri də axtaraq. İndi dostlar, bir saniyə. Hoppa. Biz 38'ini topladıq. Burada bir dənə də olması lazım idi. Onu da götürək. Hələ 45 dənə toplamalıyıq. 45 toplamalıyıq deyəndə bir saniyə. Hələ 3 dənə daha toplamalıyıq. Burada da bir dənə altın qızıl zad olması lazım idi. Yoxdur. Niyə yoxdur? Bax, eyni yerdə yeni benzin bidonu tapdım. Ay, dədə. Buldum. Qayıb. Hoppa. Bas qazı, bas. Getdik. Dostlar, yenidən deyirəm, kanala abunə olub like atmayı da yaddan çıxartmayın. Çünki əgər çoxlu abunə olsaq, like da gəlsə, kalitəli videolar gəlməyə başlayacaq. Çox kalitəli. Dostlar, indi o birisi yollara da gedək və oralarda da tapmaya çalışaq da. Hayda, niyə bir peşimizi bırakmırsan polis?
Poliscin. Bir. Get detay. O. Biz bu qızılı hardan neçər alıq? Şansımı denemeye çalışacağım. Olmazsa da zaten ne qalacaq ki? Abisiləri tapmaya çalışacaq. Hoppa, çox arxalara getməliyəm. Çox arxalara. Məncə bu qədər bəsdir. Yəni o qədər T5 eləmişəm, maşınımız da sürətlidir. Çatar məncə. Bir də gördük ki, üstündən keçdik. Yox, dəngəyi itirmə. Dəngəyi itirməyəm. Oyda. Yox, alınmadı dostlar. Alınmadı o qızılı almaq. Burada da olması lazım idi. Tam da dostlar, inanmayın hamısını tapa bilərik, amma yəni də əlimdən gəldiyincə tapmaya çalışacağım. Bir dənə daha altın da tapaq və videomuzun sonuna gələk. Məncə bugünlük bəsdir bu qədər. Video. Yəni bu qədər bəsdir elədik bugünlük. Bir dənə daha qızıl tapaq. Onu da alaq və videomuzun dediyimiz kimi sonuna gələk. Burada qızıl olması lazım idi. Bunu almışam. Buradakini de almışam. Hər yer, haradasa bütün yerdəki qızılları almışam. Hayda. Gedək. Hoppala, ağaca vurdum. Başka aralar da olabilir dostlar. Görəsən. Görərsiniz, başka aralar da olabilir. Bir dənə gəmi var. Oradakı qızı almışam görəsən. Gəmidə. Burada. Heç bir yerdə qızıl tapamıram ki mən. Bütün hamısını almışam. Bu. Hoppa. Bir dənə yer var, oradan da keçək. Buralarda bir yerlərdə boşluq olması lazım idi. Bir saniye. Aslında bizim bir dənə cibimiz var idi. Onunla gəlsək daha çox yaxşı olardı. Dəqiqə. Burası. Dostlar, mən bir dənə off-road maşınımızı alam. Yəni belə olmayacaq yoxsa bu. Pick-up yox, pick-up yox. Qalikimizi alaq. Orada da qalik. Bununla beraber getməyə çalışaq o yerə. Çox az benzini qalıb. Dostlar, indi videomuzun sonuna gələk. Artıq tapanmadıq. Bye bye, goodbye. Sağ olun.